Salam dostlar, bu gündən Boda Kempere Wood edirik. Boda Kemper şampionluğunda çox yaxşı irəlilədi. Amma axırda Sportingə məğlub oldu. Bu yaxşı eləməyinə görə mən də Boda Kemper rebuild eləməyə qərar aldım. Baxın dostlar, Boda Kemperin kadrosu belədir. Aslında o qədər də pis deyil. Amma yedəyində bəzi dəyişiklik eləməliyik. Nəysə, rebuildimizə başlayaq. Gəlin təşkil. Matta oyuncumuza təşrif gəldi. Oyuncu harda oynayır? Sağ kanat. 66 sata bilərik, amma neçə yaşı var? Sataq dostlar. Daha yaxşı ala biləcəyimizə əminəm. Dostlar, mən burada videonu saxlayıram. Lazımsa oyuncular satırıq. Baxın, yəni pul əkləmirəm. 3.6 milyon var. Yəni oyuncular satıb gəlirəm. Dostlar, bütün transferlərimizi satandan sonra, yəni oyuncularımızı satandan sonra, yenidən sonra 13.3 milyon dəyərimiz var. Yəni burada gedənlərə baxa bilərik Norveçdə. Yəni bu da qımbağa getdilər, satdım. Hücumumuzu da satdım. Daha yaxşı ala bilərik. Ona görə də iş transferlərə başlayaq. İlk öncə hücumçu axtaraq. Dostlar, Sesko adlı bir oyuncu var, ala bilərik, amma gəlmir. Dostlar, mən yaxşı oyuncu tapıb gəlirəm. Dostlar, çox arayışdan sonra bir Ronaldo alaq. Ronaldo'muzu haqqımıza gətirək. Dostlar, bildiyiniz kimi 11.2.1 güncəlməsi gəlib. Artıq oyuncular qol vuranda bax belə yəni sevinc eləyə bilirlər. Ona görə Ronaldo ilə başlamaq istəyirəm. Həm də güncəlləməyə baxaq. Ronaldo salırıq oyuna. Sonra zəif nöqtəmiz sağ kanatdır. Yəni ən az 70 yeyə bilərik. Bir cavan oyuncuya fikir vermək lazımdır. Məsələn dostlar, Tottenham Mbappé ala bilərik. Cavandır. Həm də 18 yaş. Yəni belə 70 neçə bu baxmadım. 73-lükdür yaşına görə. Nəysə dostlar, transferlərimizə davam eləyək. Baxaq görək lazımsız oyuncular varmı? Dostlar, bunların hamısını sataq. Daha yaxşı alarıq, həm də pul da qalsın. Mən bunları satıb gəlirəm. Dostlar, orta sala bilərik. Yaxşı ortası tapmışam, bunu ala bilərik. Sonra da qapısı almağa baxacağam. Baxıyorum qapısı ala bilərəmmi? Bunu da sataq. Daha yaxşı qapısı alarıq. Həm də ağımda Neuer var. Neuer'in qiymətini öyrənib takımıza qata bilərik. Dostlar, yanımızdakı qardaş bizə 1.3 dedi, 1.3 verdi. Bu arada adı o da çəkir, onu da kanalda paylaşacağım. Onu da takip alarsınız. Neuer qoyuruq bizə. Bu arada dostlar, Şampiyon Liqindəyik. Yəni çətin oyunlar bizi gözləyir. Nəysə dostlar, lazımız oyuncularla yollarımızı ayıraq. Rating 60 olsa da cavan oyuncu alaq. Çünki genel də bizi idarə eləməlidir, yəni qocalamasınlar. Dostlar, 17 yaşı var, hızlı 84'dür yəni. Öz liqimizdə də ilk 11-də də iş görə bilər bu, amma 7-yə qoyacağıq, çünki niyə olmasın. Dostlar, takımda da özündə cavan oyuncular var, amma mən takım başlayana qədər dəyişmək istəyirəm deyə takımı yeniləyirik. Dostlar, mən bir də yaxşı oyuncu tapıb gəlirəm. Dostlar, yanımızdakı uşaq bizə bunu önərdi, biz də alırıq. Həm potensiyalə də baxaraq görək necə oyuncu. 69-luqdur, yaxşıdır. Məsələn, 17 yaşına görə normaldır. Amma antrenman səviyyəsinə də bax, antrenman səviyyəsi çoxdur. Dura Fernandez 3-cüdür, yaxşıdır, gəlişəcək. Bu arada dostlar, Ziyad da bilərik. Rating az olsa da indi odlardır da. Və dostlar, Ziyadımız da oyunumuza qatıldı. Bu oyuncu bir sezona çox yaxşı gəlişəcək. Nəysə dostlar, biraz da takıma bağlı işlərimizi çözək və oyuna başlayaq. Dostlar, burada Ronaldo'nu qoşuruq. Bu penaltilərə də Mbappé'ni qoşuruq. Sərbəst vuruşlarda Ronaldo qoşuruq, çünki Ronaldo'nun 95'dir. Yəni, oyuncu takımlara baxaq.
Biraz hazırlıq maçı oynayırıq dostlar. Və Ronaldo, Diouf, Mbappe və Higuain attı. Gollar sayəsində 4-0 uduruq. Dostlar, Mbappe 10.5 milyon təşkil gəldi. 5 milyon çaldığımız oyuncunu nə qədər təşkil gəldi. Uy. Dostlar, satırıq. Aldıq oradan satdıq. Dostlar, yaxşı hesab gələcəm 10.5 10.7 milyona. Baxın görüm oyun tapa biləcəm. Yaxşı hesabsam sizlə paylaşacağam. Videonu bağlayıram. Dostlar, belə bir də 17 yaşda oyun tapmışam. Özüm də oynaya bilir, alırıq və kadromuza qatırıq. Yenə yaxşı oyun tapıb gələcəm. Bu arada bir dənə oyun satmışıq. Onu göstərim dostlar. Yəni bir dənə oyun satmışıq. Oyun tapıb gələcəm. Dostlar, Mbappe'yi satdıq və təzə yenə kirağa alırıq. Çox yaxşı iş gördük. Yəni siz eləyə bilərsiniz. Yenə oyun çalıb gəlirəm. Dostlar, bir dənə Alaba tapmışam stoperdə. Qoca olsa da iş görən bir oyuncudur. Yəni müdafiəmizdə iş görəcək, həm də Şampiyon Liqi oynadığımıza görə də daha yaxşı ola bilər. Bir də dostlar Dante almaq istəyirəm. Qocadır. Dostlar Dante alacağam. Gəlsin kadromuza. Ay, niyə gəlmədi? Dostlar Dante gəlmədi və bütün şeylərimizi haqqımızı doldurduğum üçün Dante təzə ala bilmədim. Məsələn, baxın başqa oyunculara. Asensio var burada. Çox yaxşı oyuncudur. Ala bilərik, amma gəlmir. Mendy var, ala bilərik. Al. Dostlar, çalışıram ki, kirağa alıb. Həm pul da qalsın da, ona görə yəni kirağa alma çalışıram. Bir də dostlar, bunu yuxarıdan aşağı düzsəz yaxşı olar. Mən yuxarıdan aşağı düzəm ki, yəni çox renklər qabaqda olsun. Siz də eləyə bilərsiniz. Baxın, bizdə kağıt var. Üstdə kağıdı doldurmuşuq. Bir dənə də hücumçuya deyə alsaq yaxşı olar. Bana attı ala. Dostlar, o istəyib gəlirəm. Dostlar, Manchester United-dan Cedo ibadə bir oyuncu tapmışam. Yəni həm gəlişəcək, həm də cavan oyuncudur. Sata bilərik, satmaya bilərik əslində. Yaxşı oyuncuya oxşuyur. Bunu da alıb kadromuza qatırıq və bu qədər pulumuz qalır. Yenə biraz da potensial oyuncu almağa çalışıram. Ziyədə də gedə bilərik. Bu da yəni əslində potensial oyuncular arasındadır. 200k verək, yoxsa pulumuz çoxdur. Və Ziyədə kadromuza qatırıq. Sonra sol kanada 17 yaşlı cavan bir oyuncu ala bilərik. George Williams. Yəni potensial oyuncuların içində çox yaxşı oyuncudur. Baxaq bunların potensialinə. Yəni görürsünüz, üçünün də potensiali var. Hatta Cido o birinin də potensiali var. Aldığımız oyuncuların hamısının potensiali var demək olar. Hamısının yox. Yəni potensiali tam axıra qədər baxaq. Çoxunun potensiali var. Nəysə dostlar. Maçlara basaq. Super Kupa finaldır. Baxaq ki, bu dəqiqə Super Kupa final ala biləcəkmi? Dostlar, qazanırıq. Kupanı da qazanırıq. İlk bölümdən kupamız uğurlu. Dostlar, mən 6-cı həftəyə qədər oyunlara davam etmək edib, sonra da videonu yeknləşdirəcəm. Siz də kanalıma abunə olub like atmayı unutmayın. Like atmayı unutmayın. Siz bir tanınaq. Bir sıfır udduq. Bunu da özümüz oynayaq. Maçın sonuna keçib gəlirəm. Bu arada sizlə şunu tanışdırmaq istəyirəm. Baxın, Ronaldo ilə qol vuranda qol sevinci eləyir. Çox yaxşı güncəlləmədir bu. Yəni nəysə, videonu saxlayım. Maçın sonuna keçirəm. Bir dənə də hücum verə, bir dənə də vurum. Ronaldo ilə vurum. Yəni görməyənlər bir də görsün. Ayda. Ha dostlar, Ronaldo ilə vurduq.
Bu arada dostlar, Dünya Klasmanda oynayıram. Yəni baxa bilərsiniz. Nəysə, masa qutaraq döyüşərik. Dostlar 3-2 udduq. Ronaldo isə getdik elədi. Yəni videonu da burada yekunlaşdırıram. Əgər ikinci bölümü istəyirsinizsə kanala abunə olub videoya like atarsanız sevinərəm. Sağ olun.